Sözsüz ki bu fasonda Azərbaycan olmayacaq. Bu aydın məsələ. Of course, Azerbaijan did not look like that. It's Çünki clear. əgər siz bilirsinizsə o gələndə vəziyyət necə idi? Because you know what was the situation when he Sözsüz came back. olmayacaqdı. Of course, it was not like that. Mən Heydərov Naxçıvana gələndə When Heydar Aliyev came back mən to Nakhchivan, Azərbaycanda baş nazir işləyirdim. I was Prime Minister of Azerbaijan. Və prezidentin Heydər Əliyevə münasibəti mənfi idi. And the president's attitude to Heydar Aliyev was very negative. Prezident və bütün komandası The president and the entire staff Heydərin fəaliyyətinə mane törədirdilər. bothered and halted activities of Heydar Aliyev. Hətta müəyyən intriqalar qururdular. And they had some intrigues as well. Mən ona baxmayaraq birbaşa Heydərlə kontaktdaydım Anyway, I was in contact, I was communicating with Heydar Aliyev. və baş nazir səlahiyyətim çərçivəsində And- Naxçıvanın bütün məsələlərini həll edeyim ki, Heydər işi orada uğurlu olsun. Within my competence of the Prime Minister, I tried to provide all solutions for Nakhchivan so that Heydar Aliyev's work was successful. Və çoxlu hadisələr olmuşdu ki, prezident bir cürə fikirləşirdi, mən başqa cürə fikirləşirdim. There were so many events, there were so many occurrences when President thought differently than me. Mən çoxdandır diplomat olmaq istəyirdim Sovet dövründə. For many years, I was aspired to become a diplomat. Müəyyən səbəblərdən Moskva məni göndərmirdi. For some reasons, the authorities in Moscow did not commission me. Onun üçün də Azərbaycan artıq müstəqil olandan sonra And when Azerbaijan became an independent state, və bizi BMT-yə qəbul edəndə mən qəti qərar qəbul elədim ki, gedim səfir işləyim and when we BMT-də. joined UN, I took a decision to become an ambassador to UN. Sən gələdin Heydər Əliyevə. I found Heydar Aliyev. Həmin maqamda mən bu qərarı verəndə, bu maqamda Azərbaycanın prezidenti əhalinin puşkusu nəticəsində istefa verdi. And when I took this decision, at that very time, the president of Azerbaijan had to resign under the pressure of population of Azerbaijan. Azərbaycan prezident seçkiləri elan olundu. Presidential elections were announced and scheduled in Azerbaijan. Mən getməyimi artıq vermişdim deyə mən o haqda düşünmürdüm. Since I decided to leave the country as ambassadors, I didn't think about that. Amma zəng elədin Heydər Əliyevə Naxçıvana. However, I called Heydar Aliyev Dedim, to Nakhchivan. Cənab Heydər Əliyev, siz prezident seçkilərində namizədinizi irəli sürəcəksinizmi? And I asked Mr. Aliyev if he is going to set his nomination for a presidential election. Dedi, yox. He said, no. Dedim, niyə? I asked, why? Dedi, gənclər var çoxlu. Onların hamısı prezident iddiasındadılar. Onlar seçilsinlər. And he said, there are so many young candidates and they are all aspired to become president. Let them be presidents. Let them be elected. Dedim ki, siz inanırsınız ki, onlar prezident vəzifəsi öhdəsindən gələcəklər. And I asked him if he really believed that they would be in position to cope with presidential assignments, presidential tasks. Dedi, onlar özləri inanırlar. And he answered, they themselves believe in that. Onlar inanır, özləri inanırlar. They themselves believe in that. Seçilmədi. Seçkidə başqaları uddu. He wasn't elected. Other candidates won. Və komanda ilə gəldilər hakimiyyətə. And they came as an entire team. They assumed the office as an entire team. Elə hakimiyyətə gələn gündən bir-bir mövqeləri ucuzmağa başladılar. And since the very moment of their assuming office, they started lose all positions. Və nəhayət elə bir böhran yarandı ki, Finally, a crisis emerged. Azərbaycanda separatizm baş qaldırdı, Separatism appeared in Azerbaijan. vətəndaş müharibəsi başladı, Civil war was launched, was outbroken. ordunun içində konflikt oldu There was a conflict within the ranks of army. və prezident də, komandası da tamamilə degradasiya oldular, ya devalvasiya oldular. And the president and the entire team were fully degraded. Onlar ona məcbur olub
Heydər Əliyevi çağırdılar. They were forced to call Heydar Aliyev back. Amma onların ancaq özlərinin istəyi deyildi o. But it was not only theirs, Xalqın da istəyi. their desire, it was desire of the nation. Mən onda Amerikadaydım, New York'da At işləyirdim. that very time, I was working in US, in New York. Yəni mən bilavasitə söyləmişsə ki, Heydər Əliyev vəzifə iddiasında deyildi. So I clearly said that Heydar Aliyev was not desperate for assuming any high-ranking position. Şans verdi cavanlara ki, bu halda ki, siz istəyirsiniz prezident olmaq, hakim olmaq, olun. He just gave a chance to younger candidates. If you really would like to become a president, so please realize implement your desires. Belə bir vəziyyətdə gəldi Heydər Əliyev hakimiyyətə. In this context, Heydar Aliyev came back to power. Və siz baxsanız o vaxtın televiziya verilişi vardı, onu göstərmək olar sizə. O gələndə elə bildilər ki, o dəqiqə razılıq verəcək və seçiləcəkdi parlamentə sədr. And at that time, there were TV broadcasts, and these TV broadcasts featured his intention. And if you had a look over these TV broadcasts, you may believe that he would be ready to be selected the chairperson of the parliament. Heydər Əliyev dedi, yox. And Heydar Aliyev said no. Mən Azərbaycan Naxçıvanda olanda Azərbaycanın real vəziyyətindən tam məlumatım olmayıbdı. I didn't know the entire information about what happens in Azerbaijan when I was in Nakhchivan. Onun üçün də mən gərək vəziyyəti öyrənəm. Therefore, I need to learn the situation. Vəziyyəti öyrənəndən sonra After learning the situation, razılıq verdi. he gave his consent. Bu razılıq verəndə müxalif düşünən deputatlar buna sual verdilər. When he gave his consent, the oppositional MPs asked him, Siz söz verirsiniz ki, Azərbaycanı düzəldəcəksiniz. do you promise you would revive Azerbaijan, you would restore Azerbaijan? Dedim, mən söz vermirəm. And he answered, no, I don't promise. Necə söz vermirsiniz? And they were struck with amazement. How it happened that you did not promise? Dedim, mən söz verirəm ki, mən bu işdə ürək yandıracağım, işləyəcəm. He said that I promise doing my best in this regard. I will work in this avenue. Və inanıram ki, işimiz yaxşı gedəcək, müsbət gedəcəkdir. And I believe that everything would be better, everything would go smoothly. Qaranlıq məqamlar ola bilsin ki, nəsə olubdur. Niyə? Çünki o prezident daim düşünürdü ki, mən çevriliş edib, onu yıxıb hakimiyyət əldə edəcəm. There were some dark moments, definitely, and I would say that something may happen because the president believed strongly believed that I would commit a coup d'etat and I would take his position. Amma o fikirdə deyildim. However, it was not like that. Bu səbəbdən o bir neçə qərar qəbul elədi. Therefore, he made several decisions. Mən deməli səlahiyyətlərim Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Nazirliyi sahəsində, prokuratura sahəsində, Ali Məhkəmə sahəsində tam sıfıra enmişdi. And my competence in regard of curatorship of the Ministry of Defense, Ministry of Internal Affairs, State Security Committee, the Prosecutor Office and the Supreme Court were minimized, was grounded nearly to zero. Onun üçün də mən bir çox məlumatdan uzaqlaşmışdım. Therefore, I was set apart of many sources of information. O ki qaldı mağamlardan deyirsiniz siz. Amma bilməlisiniz ki, Qarabağ konflikti ilk əvvəl 84-cü ildə başladı. That was response to your question about the darkest moment. However, I would like to let you know that Karabakh conflict was outbroken in 1984 first time. Heydər Əliyev getdi Heydar Aliyev left his Moskvaya. position Gedəndən for sonra Moscow. ermənilər başladılar baş qaldırmağa. After his commission to Moscow, Armenian separatism emerged.
83-cü ildən Heydər gedəndən sonra 88-in, daha doğrusu 87-nin yayına qədər ermənilər çox asta hərəkət edirlər, amma eləyirlər. After his promotion to Moscow in 1983, Armenians started to take slow steps. However, they took some steps till summer 1987. 87-ci ildə Heydər Əliyev istefa verdi. In 1987, Heydər Aliyev resigned. Heydər istefa verəndən sonra artıq erməni Agambekan, Qarbaşovun müşaviri açıq-aydın bildirdi ki, Qarabağ Ermənistan tərkibində olmalıdır. After his resign, an Armenian Agambekan, then counselor of Gorbachev, clearly claimed that Karabakh should belong to Armenia. Yəni burada üst-üstə düşür. Yes, that was a juxtaposition. Heydər gedir, Agambekan da deyir. There was an overlap. On the one hand, Heydər Aliyev resigns, and on the other hand, Agambekan put a Bu claim. artıq konfliktin legallaşmasının signalı idi. It was a signal for legalization of the conflict. 88-ci ildə ermənilər açıq bildirdilər. Artıq qərarlar başladılar verməyə. In 1988, Armenians clearly articulated their claims and they started taking decisions. 90-cı ilə qədər atışma da var idi, ölən də var idi, amma daha çox siyasi mübarizə gedirdi. Till 1990, there were shootings and persons died. However, it was mainly political struggle. Və Azərbaycan ümid edirdi ki, Qarbaşov məsələni həll edə biləcək. And Azerbaijan really hoped that Gorbachev would be in position to resolve the issue. 1990-cı ilin yanvarın 20-sində olan hadisədən sonra əhalinin fikri dəyişdi. After the incident on 20th January 1990, the people changed their views. Artıq Qarbaşov ümidi yox idi. There were no hopes for Gorbachev any longer. Bu hadisədən bir həftə sonra mən baş nazir təyin olundum. 1 week later, I was appointed as a prime minister, Və bəyanat verdim ki, and I issued an announcement. biz hərb yolu ilə deyil, qanuna əsasən vəziyyəti inkişaf elətdirəcəyik və ilk əvvəl biz gərək iqtisadi müstəqillik qazanaq və baş nazir olaraq bu proqramı yerinə yetirdim. And I said that we will deal with this situation not in a military way, but in an economic way and just in the way of legal regime. And just and my position of the prime minister lies in getting of economic independence first. Deməli, yanvarın 20-si artıq xətt dəyişdi. SSR tərkibində deyil, müstəqilliyə getməliyik. Amma ilk addımımız olmalı iqtisadiyyatın müstəqilliyi. So the mainstream changed after the 20th January of 1990. We decided not to belong to the USSR any longer, but become an independent state. But first we had to start with getting economic independence. Məsələ bundan ibarətdir ki, mən sizə dedim ki, mən baş nazir olandan qısa müddət sonra mənim hərblə bağlı bütün səlahiyyətlərim sıfıra enmişdi prezidentin qərarı ilə. As I said, all my competences and prerogatives about military sector, about military issues were grounded to zero by decision of then president. Ordumuz normal inkişaf eləmirdi. Our army did not develop normally. Mən bu haqda prezidentə dedim. I reported about that to the president. O dedi ki, onsuz da biz ermənilərin qarşısını ala bilən ordu düzəldə bilməyəcəyik. And he responded that anyway, we would not be in position to have an army that confront or prevent any events from our Armenian side. Və deyirdi ki, Moskva söz verib buna ki, SSR'nin ordusu Qarabağ problemini həll edəcəkdi. And he said that the authorities in Moscow promised him that the Soviet army would solve Karabakh conflict. Və Sovet ordusunun vasitəsilə
2 tane 3 tane kent azad oldu Ermenilerden. Where 2 to 3 villages were liberated from Armenians with the Soviet army. Prezident de bunu esas götürüp özünü galip kimi qələmə verdi. And it was sort of an excuse for the president, and he announced himself to be a winner. Yani ordu yok idi. At that time, there were nearly no army. Milli ordu düzeltmek için prezident heç bir addım atmırdı. Then president took no steps to construct or to shape a national army. Prezidentten sonra yeni hakimiyetçi geldi. Then the authorities that came after them president, Onlar ordunun təşkilinə böyük məna verdiler. they paid particular attention to shaping the army. Nəyəsə nail oldular. They managed to do something to a certain extent. Ama ordunun daxilində lazımı mənəvi və siyasi mühit yarada bilmədilər. However, they failed to create necessary moral and political hopes within the ranks of army. Və onun üçün də o hakimiyyətin ilk konflikti ordunun özündən oldu. Therefore, the first ever conflict of then authorities happened with army. Qarbaşov elan elədi ki, Sovet İttifaqını rekonstruksiya edir. Gorbachev announced a reconstruction or a perestroika of the Soviet Union. Və bunun üçün respublikalarda artıq sentrabejni deyirlər, mərkəzdən uzaqlaşma siyasəti gedirdi. Müttəfiq respublikalarda. In the national republics, in the Soviet republics, there were the trends to escape the center. Onun üçün də Qarbaşov yeni bir proqram qoydu ortalığa. Therefore, Gorbachev designed a new program Ki 1922-ci ildəki saziş var idi, respublikaların birləşməsi. Onu yeniləyəcəyik və yeni vəziyyəti nəzərə alaraq orada yeni fikirlər olacaqdı. Respublikalar daha çox müstəqil olacaq. And he said that, the Treaty on Establishment of the Soviet Union signed in 1922 should be redesigned, should be modified and updated, and we would provide more independence to the Soviet republics. There would be new insights in this treaty. Mən inandım ki, bu Azərbaycanın problemini həll etmək üçün heç bir rol oynamayacaqdı. Qarbaşov qeyri-səmimi insandır. I believe that it would not play any crucial role in resolution of the problems of Azerbaijan because Gorbachev is not a sincere person. Və avqust ayında mən yanvarın axırında oldum baş nazir. Yəni 4-5 aydan sonra Sovet İttifaqı Nazirlər Şurasının icrasında mən çıxış elədim. And as you know, I was appointed as a prime minister in January 1990. 4 to 5 months later, in August, I delivered a speech at the meeting of the Council of Ministers of the Soviet Union. Və orada bəyanat verdim. And there I announced, Əgər Moskva Qarabağ problemini qanuna əsasən Azərbaycanın xeyrinə həll eləməsə, Azərbaycan sazişi imzalamayacaq. And I announced that Azerbaijan will not sign the treaty on the Soviet Union if Moscow did not resolve the Karabakh conflict in favor of Azerbaijan. Bu, Sovet İttifaqından çıxmaq qərarına bərabər idi. It was equal to pulling out of the Soviet Union. 1991-ci ildə In 1991, ilə qədər bu mənim bəyanatım sadəcə bəyanat olaraq qalırdı. it was still an announcement. Till 1991, my statement was still an announcement. 91-ci ildə artıq Qarbaçovun sazişi hazır idi. In 1991, the Gorbachev suggested treaty text was ready. Azərbaycana da təklif olunmuşdu ki, Azərbaycan qol çəksin. Azerbaijan was suggested to sign the treaty. Prezident qərar verdi ki, parlamentdən xahiş eləsin ki, parlamentimiz icazə versin ki, bu geçsin o sazişi imzalasın. The president decided to get a permit from the parliament to sign the suggested treaty. Mən çıxış etmədim.
I didn't make any statements. Dedi bu mənim mövqeyimə ziddir. I said that it conflicts with my position. O mənim müavinimə tapşırdı. He assigned it to my deputy, to the person who took vice position. O prezidentin sadəcə əlaltısıydı. Nətər oldu? He was marionette. He was just a subordinate or a marionette O getdi of the çıxış elədi. president. He came and delivered a speech. Parlament 2 gün müzakirə elədi. The parliament had a 2-day discussion around this issue, Qərar verdi ki, yox. and they decided no. Yəni mən 90-cı ilin avqustun 20-sində dediyim bəyanat 91-ci ildə artıq həyata keçirildi. So my statement dated on 20th August 1990 was implemented in 1991. Prezidentimiz, Azərbaycan prezidenti son dəqiqəyə qədər yenə də düşünürdü ki, bu Azərbaycanı Moskvadan ayırmağa imkan verməyəcəkdi. The then president believed till the very last moment that he would not allow to take Azerbaijan aside from the USSR. Mən isə Qarbaşov sevmirdim. But personally, I dislike Gorbachev Çünki bilirdi ki, mən Heydəriyevlə əməkdaşlıq edirəm. because Gorbachev definitely knew that I was cooperating with Heydar Aliyev. Qarbaşov Moskvada, Kremldə otura-otura When Gorbachev was assuming position in Kremlin, then mən getdim Vatikanda Roma papası ilə görüşdüm. I visited Vatican to meet Pope of the Rome. Getdim Andreotti ilə görüşdüm, İtaliyanın baş nazirindən. I had a meeting with Mr. Andreotti, then Prime Minister of Italy, Vəziyyəti söylədim. and I disclosed the situation. Ola istədikdə ki, Azərbaycan müstəqillik tam həqiqətən qazansa, biz sizi müstəqilliyi tanıyacağıq. And they said that if Azerbaijan gains independence, we would support your independence and recognize your Orada mən independence. gəldim Türkiyəyə. And then I paid a visit to Turkey. Türkiyədə görüşdüm prezidentlə və baş nazirlə. In Turkey, I met then President and Prime Minister. Məsələ qaldırıb ki, Azərbaycan müstəqilliyini bunlar tanısınlar. And I raised an issue of recognition of independence of Azerbaijan. Qarbaşov hələ Kremldədir Then Gorbachev was still in Kremlin. və rəsmi prezidentdir. And officially and formally, he was a president. Türkiyənin prezidenti mənə dedi ki, axı sizin ölkənin prezidenti mənə deyib ki, biz müstəqillik istəmirik. Sən baş nazirsən, onun tabeliyindəsən. Sən nəyəsəsə bu məsələni qaldırırsan. Then President of Turkey said, the president of your country said you don't like independence, you don't want independence, and you're a prime minister, you're in subordination to the president. Why do you raise the issue of independence? Mən prezidentə də, baş nazirə ətraflı vəziyyəti söylədim. And I reported in details to the president and prime minister of Turkey. Onlar tanıdılar. And they recognized. Mən qayıtdım Bakıya. I came back to Baku. Prezidentimiz dedi ki, Türkiyədəki Sovet İttifaqının səfiri məktub yazıb Qarbaşova ki, sən gedib müstəqillik istəyirsən Türkiyədən. And then President said that Soviet ambassador to Turkey wrote a letter to Gorbachev that you went there to gain recognition of independence. Və Qarbaşov mənə, yəni prezidentə tapşırdı ki, səni baş nazir olaraq cəzalandırım bunun üstündə. And Gorbachev assigned me to punish you as a prime minister. Dedim, mən etiraz eləmirəm, cəzalandır. And I said, I do not reject, just I do not disagree. Amma yaz yenə nə üstədir. However, please make notes. Please record it. Səhərsi mənə zəng elədi prezident. The other day, the next day, the president called me Ki, Qarbaşov səni Moskvaya çağırır. and said Gorbachev was calling me to Moscow. Dedim, nə məsələdir? And I said, what's the problem is? Dedi, sən Türkiyədəki hərəkətindir ki, sən gedib Sovet İttifaqı qala dura-dura hələ sən müstəqillik istəyirsən ki, tanısın xarici ölkə.
So he said that it's due to your due to your action in Turkey, because USSR is still in force, and you asked for recognition of independence. Dedim gedək. And I said, okay, let it be. Problemim yoktu benim. I'm going to Moscow. There is no problem about that. Getdik ora. We went there. Bu mənim Qarbaçovla üçüncü kontaktım idi. Üçü də qarşı durmayla. And that was the very third contact, my contact with Gorbachev, and all three contacts were with collision. There was a confrontation. O istəyirdi ki, mən xəbər verim Türkiyəyə ki, hələ qərarı qəbul eləməyin. Mən sizə deyəcəm, nə vaxtsa. He insisted that I should urge Turkish counterparts, so please retain your decision, just I would let you know when you should recognize independence. Dedim, eləyə And bilməyəcəm. I said, I cannot do that. Və qayıtdım Bakıya I returned to Baku. və ikisine zəng elədim Ankara'ya ki, daha tez verdim qərarı. I called Ankara and said, so please accelerate your decision. Bilirsiniz, təəccüblənməyə vaxt qalmırdı axı, mübarizə idi. You know, there was no room or time for getting surprised because it was combat, what a struggle. Mən ümumiyyətlə emosional bir insanam. Actually, personally, I'm very emotional. Amma emosiya vaxt yox idi. But there was no time for showing emotions. Mübarizə, mübarizə, mübarizə. Combat, combat, and again, combat. Belə idi. That was the issue. Mən BMT-yə gedəndə artıq Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının bir neçə qərarı var idi Ermənistanın xeyrinə. When I assumed the position of ambassador to UN, the US and European Union took several decisions in favor of Armenia. Yəni mən negativ bagajla gedirdim BMT-yə işləməyə. So my balance at that time was negative. Before Yəni, xəbərim var idi ondan. I was aware. Amma mən BMT-də olanda 4 qətnamə qəbul elədik. However, when I was working as ambassador to UN, we had 4 resolutions approved 6 dənə də bəyanat. and 6 announcements or declarations were made. Və sözsüz ki, BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinin fikrində müəyyən dəyişiklik nail olmaq, bu deməkdir ki, dünya ictimai fikrində də müəyyən dəyişiklik vardır. And of course, making changes in the views and insights of the members of Security Council of UN implied making several changes in decisions of the global community as well. Türk xalqın ünvanına, erməni xalqın ünvanına demək istəmirəm. You know, I would not speak about the entire Armenian nation. Amma erməni siyasətçilərinin və bir çox ziyalılarının xasiyyətində riyakarlıq var. Və bu riyakarlıq sözünü düz tərcümə eləsin. Mən eləyəcəm. However, I have to admit that in the character of many Armenian politicians and intellectuals, there is hypocrisy. Onlar çox asanlıqla dostlaşırlar adamlar. They could easily make friends with you. Bir mövqeyi olan adam kimdənsə tez dostlaşa bilmir. A person with a firm and sustainable position cannot make friends easily or with no time. Görüşü onun fikri biraz başqa cürədir. Because they see that the opposite party Bunun takes a mövqeyi bit də ondan different position. fərqlənir. And their positions are different. Ermənilərə fərqi yox idi. But for Armenian, didn't take any difference. It didn't make Tez any edirdilər difference. onlar bunu. They could Mən sizə make maraqlı friends. şey deyim ki, bilirsiniz, 5-ci əsrdən başlayaraq ermənilər Ermənistanı tərk edib dünyaya yayıldılar. Just for information, starting from the 5th century, Anno Domini, Armenians left Armenia and started to scatter around the globe. Qarabağ deyəndə ki, yəni iki Qarabağ məfhumu var. Okay. İki Qarabağ məfhumu var. By speaking Bir var Karabakh, Qarabağ, tarixi Qarabağ, Azərbaycan ərazisi olaraq, bu böyük bir ərazidir. Bir də var kommunistlər tərəfindən xüsusi yaradılmış
Dağlıq Qarabağ Muxtar Vilayəti. By speaking Onun bir Karabakh, hissəsi idi. by speaking Karabakh, we need to differentiate two notions. On the one hand, there was historical Karabakhanate, a land of Azerbaijan which covered a big area. Xanlığın And ərazisidir, Qarabağ xanlığıdır, paytaxtı da Şuşa. the Yerevan, so Karabakh Khanate has a capital in the city of Shusha. On the other hand, there was a communist created Nagorno-Karabakh Autonomous Oblast later. Orada yaşayırdılar. They lived there. Orada da Sovet dövründə əhalinin 70-75% erməni idi. And then, during the Soviet times, 70 to 75% of population were Armenians, 25-30% da Azərbaycanlılar and idi. 25-30% were Azeri. 100% deyirlər o. They were not 100% of population. Amma bu rəqəm However, 20-ci əsrdə idi. that was a record for 20th century. Rusiya imperiyasının Azərbaycan zəbt edəndən əvvəl isə orada bir uzaq başı bir 50-100 ailə yaşayırdı erməni. Before occupation of Azerbaijan by Russian Empire, there were at most 50 to 100 families of Armenians residing over there. Burnaşov var, Burnaşov. Rusiyanın məmurudur, Rusiya imperiyasının məmurudur. O bütün xalqlar gəlib və yazıb da harada neçə erməni yaşayırdı. Now, Burnashov, then the public officer of the Russian Empire, paid visits to different areas and he counted the number of Armenians. İmperiyadan əvvəl, Rus imperiyasından əvvəl, Before Russian Empire, onların çoxsu nə xristiyan idi, nə də erməni idi. there were neither Christians nor Armenians. Ruslar gələndən sonra After coming of Russians, bunlar yavaş-yavaş başladı erməniləşməyə. they started Armenianized, slowly, step by step Armenianized. Mən UN-də işləyəndə, Təhlükəsizlik Şurası qərar verəndə, adətən biz erməni nümayəndə heyəti və biz birlikdə oturub Təhlükəsizlik Şurasının qərarını gözləyirdik. Və müxtəlif mövzulardan söhbət edirdik, çünki Təhlükəsizlik Şurasının iclası uzun çəkirdi. Bir dəfə tarixdən söhbət düşdü aramızdan, mən də orada oturmuşdum və erməni diplomatları da orada oturmuşdum. Onlar söylədilər tarixlərini və Bibliya çatdılar, Nuh Peyğəmbərə çatdılar, o dövrlərə çatdılar. Ki, o vaxt erməni belə idi, dedim, baxın, rəsmi, elmi əsərlərdə yazılmayıb bu şeylər. Siz bunları haradan götürüb mənə söylürsünüz? Bunlar dedilər ki, bu bizim biflərdə, tarixlərdə, nağıllarda və legendalarda yazılıbdır. Mən də dedim, sizləri bədbaxt eləyən odur ki, sizin bütün tarixiniz mifdir, nağıldır və legendadır. Mən özüm şəxsən tərəfdarıyam ki, hər xalq tarixini yaxşı bilməlidir. So personally, I'm in favor of every nation knowing its history. Və çalışıram ki, bizim gənclər də tariximizi bilsinlər. And I try to create the situation when our people, when our youngsters also know our history. İndi yazdığım əsərlər də ona yönəlibdir. And all my recent books focus on this topic. Amma tarixi bilmək bir problemdir. But knowing the history is just one side. Tarixdə qalıb yaşamaq başqa problemdir. Another problem is living in history, living in past. Orada yaşamaq pisdir. It's not good to live with the past. Və Azərbaycan xalqı çox pragmatik xalqdır. Azerbaijani nation is a very pragmatic one. Tarixlə yaşamır. We do not live in history. Tarixi sevir, We love history. tarixi bilir, We know history. fəxr eləyir. We are proud of history. Amma real bugünlə yaşayır. However, we live today. Bir günüsü bizə Bzezhinski qonaq gəlmişdi. Once Brzezinski paid a visit to us. Tanış Bzezhinski'də. Do you know Brzezinski? 3-4 dəfə Heydər Əliyevlə görüşdü. He had 3 to 4 meetings with His Excellency Heydar Aliyev, 2 dəfə də mənlə görüşdü. and twice he met me. Hər görüşdən sonra bunda yeni suallar yaranırdı. Bu gəlib bir də görüşü o sualları verirdi. After each meeting, new questions emerged, and he came back to meet and raised those questions. Bütün söhbətləri deməyəcəm, I will not speak about all conversations, amma onu deyim ki, o dedi ki, Azərbaycan xalqında
dövlətçiliyə bağlılıq ermənilərdən və gürcülərdən daha güclüdür. I would not speak about all conversations. However, I need to inform you that Mr. Brzezinski said that Azerbaijani nation has stronger bonds with its statehood as compared to Georgians and Armenians. Mən dedim, axı biz Sovetlər zamanı belə düşünürdük ki, ermənilərdə və gürcülərdə milli düşüncə bizimkindən daha güclüdür. But I responded that during the Soviet time, we believed that national mindset of Armenians and Georgians is way stronger than ours. Dedi, o şərt deyil. And he said, it's not a primary condition. Şərt odur ki, xalq dövlətçiliyə bağlı olsun. The prerequisite is bonds of the nation or people with a statehood. Və həqiqətən də And truthfully, müstəqillik dövründə Azərbaycanda bircə il böhran oldu. during the period of independence, we had only 1 year of crisis. Heydər Əliyev gəldi, Heydar Aliyev came back. xalq ona inandı, The nation believed in him, dəstəklədi, supported him, o da dövləti möhkəmlətdi. and he intensified and Sonra strengthened İlham the Əliyev state. gəldi, Ilham Aliyev came. o da həmçinin. The same happened. Amma Ermənistanda və Gürcüstan arasında 5 dəfə, 6 dəfə çevriliş olub. But in Armenia and Georgia, there were 5 to 6 times coup d'etats. Yeah. Bəli. Mən Gürcüstanı sevirəm. I love Georgia. Orada doğulmuşam, böyümüşəm. I was born and raised over there, Amma reallıq belədir. but this is a reality. Mən birinci idim ki, NATO'ya getdim. NATO'da geniş söhbət apardıq. Həm baş katibindən NATO'nun, həm də NATO'da olan üzv ölkələrin səfirlərinlə. Mən orada məsələ qaldırdım. Məsələ qaldırdım ki, Cənubi Qafqaz demilitarizə region elan edilsin. Nə Azərbaycanın, nə Ermənistanın, nə Gürcüstanın ordusu olmasın. Çünki dedim ki, bu ordu qalsa, mütləq bu üç dövlət arasında müharibələr olacaqdır. Və mən bu dediyim sənədlərdə vardı, əks olub sənədlərdə. I just want to make an addition to our first question. So when I was the Prime Minister, I visited the NATO headquarters. I also met with the Secretary General, and I also had meetings with the members, ambassadors of the member countries to NATO. Actually, as one of the USSR former republics, I was the first person to meet with the representatives of NATO. I said that let's announce the Azerbaijan, Georgia, and Armenia demilitarized, so there will be no army. Otherwise, if there will be armies here, there will be wars. And whatever I said and stated are documented, well documented. Təkrar, bütün Cənubi Qafqaz demilitarizə olmalıdır dedim. I stated over and over that the whole Southern Caucasus should be demilitarized. Dedilər, niyə? Soruşdular məndən, niyə? And they asked me, why do you want to demilitarize? Dedim, çünki tarix boyu bunlar bir-birindən vuruşublar. Would happen, Qayıtmağına but- inanırdım. Zamanla bel bağlamırdım. We knew that we would eventually return those lands, but we didn't know exactly when it would happen. Amma 2016-cı ildə mən artıq səfir idim. İlham Əliyev də prezident. 4 günlük müharibədə mən gördüm ki, bizim potensialımız ermənilərin potensialından qat-qat üstündür. Rusiyada əvvəlki kimi maneəci törədə bilmir və artıq inandım ki, torpaqlar azad olmağa daha yaxındır. But the turning point was 2016, when I was the ambassador and Mr. Ilham Aliyev was the president of the country, and when we had this 4-day war, and we saw that our capacity, military and all our capacity, was much stronger than what Armenia enjoyed, and we saw that Russia was not as strong as it was, and it couldn't prevent us from what doing. So I understood and believed that we were getting closer. 2018-ci ildə isə İlham Əliyev çıxışının birində dedi ki, biz indiyənə qədər Minsk qrupuna ümidliyik torpaqlarımız azad olmağı, amma bir gün çatacaqdır ki, özümüz onu azad edəcəyik. And in 2018, Mr. Ilham Aliyev made a famous statement. He said that until now we believe that Minsk group would help us to resolve this issue, but one day we will resolve it by ourselves. Azərbaycan çox pragmatik xalqdır. Azərbaycanlıların
Mən nöqsanını görürəm, tarixi bilmirlər. Bu pisdir. Amma yaxşılıq odur ki, bu günü real şəkildə görürlər. Azerbaijan is a very pragmatic nation. I always criticize the Azerbaijanis don't know the history, which is not good. That's the minus on our side. But they see the reality. They understand what's happening currently. They are much better in that. Amma ermənilər əksinədir. But Armenians are complete opposite of Azerbaijanis. Onlar tarixi uydurma düzəldiblər So they have made a fiction out of their history, və o tarixdə də yaşayırlar. and they still live with that history. Gün elə bilirlər ki, Tigran gələcək, bunları azad edəcək. And they, until this day, they do believe that Tigran will come and save them. Məntiqli danışan sayı azdır. Unfortunately, the Mən number onları is fewer than- sadalamaram. Amma Türkiyə yanımızda olmağa bu eş şübhə yatmır. Definitely, Turkey is around and they have been supporting us. Yenə də açıq, aydın vəziyyəti dəyərləndirən yoxdur. There is no other country that explicitly and openly says the reality and is trying to resolve the issues. Misal üçün UNESCO-nun baş katibini deyim məsələn, o Olsun. milliyyətcə fransızdır. Let me give you one example from the Secretary General of UNESCO, who is French by nationality. Biz illərdir UNESCO-ya müraciət edirdik ki, gəlin görün ki, ermənilər bizim məbədlərimizi, mədəniyyət ocaqlarımızı, qəbristanlıqlarımızı necə dağıdır? Onlar gəlmədilər. We have been asking UNESCO over and over in this, during the occupation time that come and see what Armenians have been doing to our monuments, to our cultural heritage, but they never fielded any mission to Azerbaijan. Amma indi biz öz torpaqlarımızı azad eləmişik. UNESCO deyir ki, mən gərək gələm yoxlayam, yox siz ermənilərin mədəniyyət abidələrinə necə münasibət bəsləyirsiniz? Now we have liberated our own lands, and what UNESCO is saying and that let's come and field a mission to Azerbaijan, to our land, to see what we have done to the so-called Armenian monuments. Torpaqlar hərb yolu ilə zəbt olunanda onlar dedilər bu siyasi məsələdir. So when the lands were militarily occupied, they were saying that this was a political situation. Yad əlində olanda deyirlər ki, bu siyasi məsələdir. Or they were saying that it's just a political situation, they don't want to deal with it. İndi torpaqlar yiyəsinə qayıdandan sonra deyirlər ki, yox bu bizim məsələdir. Biz gəlir sizi yiyəsini yoxlayaq. Now there are real owners in their lands. They are saying that we have to check and see if there are really real owners there. Prezidentimiz Şuşanı götürəndən sonra çıxış elədi. After liberating Shusha in 2020, our president made a speech. O dedi, Azad, əziz Şuşa, sən azadsan. He said, "Dear Shusha, now you're liberated, you are free. Əziz Şuşa, biz gəlmişik. Dear Shusha, we are back in Shusha. Əziz Şuşa, mən indi də kövrəlirəm. Now, even now, when I talk about, even if it has been 3 years, I'm Şimdi still o zaman emotional. mən Now you can imagine what kind of feelings I was going through 3 years ago. belə kövrələn adam tək mən deyildim. So I was not the only person who got so much emotional. Milyonlarla insanlar idi. Millions of Azerbaijanis had tears in their eyes. O siz dediyiniz ki, abadlıq işi gedir. So you mentioned all those things that were done skillfully in rebuilding Azerbaijan Çox liberated land. sevindiricidir ki, o proses 100% Prezident İlham Əliyevin nəzarəti altındadır. So this was so pleasing to see all these things. We were 100% sure that everything is under the control of the Mr. President, has in full charge of all these things. Baş planlar, yollar, yaşıllaşdırmalar, havalimanları, hamısı onun nəzarəti altındadır. All those master plans of towns and cities, all these roads and highways they are doing, greening, even minor ones, airports, everything is under full control of him. Mən bunu tərif naminə demirəm. Mən dəqiq bilirəm ki, hələ torpaqlar azad olmayanda İlham Əliyev Ağdam şəhərinin planını qurmuşdu və onu dəqiqləşdirib, düzəldib tövsiyələrini verirdi. Hələ torpaqlar azad olunmamışdı. O hava limanları, aeroportların tikintisini, nöqtələrini müəyyənləşdirmişdi. Planları verilmişdi onların. Hələ Qarabağ azad olmamışdı. Kəndlərin adına aid o lövhələr düzəlmişdi. Kənd azad olan kimi 2 saatdan sonra üstündən lövhələr asılırdı.
Deməli, ən çox inanan özü idi. Onun üçün də indi abadlaşdırmağı da o artıq 20 il ərzində düşündüyü formada, modeldə, həmin modeldə də o indi onları bərpa elətdirir. I will tell you something. Precisely even before liberation, Mr. İlham Əliyev had an idea about the master plan of those towns. So all these airports, he knew exactly where there would be those spots and spaces where those airports would be constructed. About the village names, 2 hours after liberation, they would have those boards. There's no way that he would have decided on it for 2 hours. He believed in it more than anyone. For 20 years, he knew that and thought about it, and he planned everything.